Böyük Britaniya susmur. Soyuq müharibədən sonra ilk dəfə olaraq London bu qədər silahlanır, bu qədər açıq şəkildə döyüşə hazırlaşır. Amma niyə? Çünki qarşısında sadəcə diplomatik rəqib yox, açıq şəkildə nüvə ilə hədələyən və savaş aparan bir düşmən Rusiya var. NATO dəyişir, Avropa oyanır, amma Britaniya daha sürətlidir. Müdafiə yox, indi hücum gücünü artırır. F-35'lər, nüvə bombaları, lazer silahları, süni intellektlə idarə olunan qırıcılar, yeni nəsil sualtılar. Bəs bütün bunlar nəyə xidmət edir? Britaniya sadəcə özünü mü qoruyur, yoxsa yeni bir güc balansı qurur? Bu videoda Britaniyanın yeni hərbi strategiyasına və silahlanma planlarına ətraflı və aydın cavablar verəcəyik. Sonda təkcə bir ölkənin yox, bütün Avropanın gələcəyini daha yaxşı anlayacaqsınız. Bugün London uzun illər davam edən soyuq müharibə dövrünün ardından gələn gərginlik və təhlükə içindədir. Qarşısında açıq şəkildə güc tətbiq edən, enerji resursları ilə şantaj edən, nüvə silahları ilə hədələyən Rusiya kimi böyük və güclü bir dövlət var. Ukrayna münaqişəsində London ən böyük dəstəkçilərdən biridir. Britaniya Kiyevə maddi yardımlardan tutmuş 100 mindən artıq dron göndərməyə, həmçinin müxtəlif növ sursat təchizatına qədər geniş və davamlı dəstək verir. Britaniya, Amerika Birləşmiş Ştatları və bir sıra Avropa ölkələri Rusiyanı Ukraynanın içində tutmaq, onu mümkün qədər zəiflətmək istəyir. Amma vəziyyət onların istədiyi kimi getmir. Rusiya böyük itkilər versə də silah istehsalında Avropanın bir çox ölkəsini üstələyir. London bu dəyişikliyi başa düşür. Onlar bilir ki, bu müharibə sadəcə Ukrayna ilə bitməyəcək. Bu səbəbdən Britaniyanın təhlükəsizlik strategiyası tamamilə yenidən tərtib olunur. Keçmişdə müdafiə balansı və yayındırma üzərində qurulan sistem indi daha geniş və dinamik bir yanaşma tələb edir. Diplomatiya tək başına yetərli deyil. Sözlər sahədə dəstəklənmədikcə qarşılıq tapmır. Britaniya bu yeni dövrün qaydalarını qəbul edib və hərbi gücünü artırmaq üçün böyük addımlar atır. Çünki Birləşmiş Ştatların prezidenti Donald Trumpın NATO ölkələrini müdafiəyə yetərli qədər xərc ayırmadığı tənqidi Avropada müdafiə siyasətlərinin yenidən yazılmasına səbəb olub. 2025-ci ildə keçirilən Lahey zirvəsində NATO 2014-cü ildə Birləşmiş Ştatların təsdiq etdiyi ümumidaxili məhsulun 2%lik müdafiə hədəfini yetərsiz hesab edərək, bunu ümumidaxili məhsulun 3,5%-ni müdafiəyə və əlavə 1,5%-ni kiber təhlükəsizlik, eləcə də enerji və infrastruktur kimi təhlükəsizlik sahələrində sərf etməyi öhdəsinə götürdü. Britaniya bu yeni prosesə tam uyğunlaşır. Baş nazir Keir Starmer, Britaniyanın 2035-ci ilə qədər müdafiə və təhlükəsizlik xərclərini ümumidaxili məhsulun 5%-nə çatdıracağını açıqladı. Bu qərarın arxasında Rusiya və Çin kimi güclərin yeni təhdidləri, texnoloji inkişaflar və qlobal kiber müharibə riskləri dayanır. NATO baş katibi Mark Rutte isə bildirir ki, Rusiya 5 il ərzində birbaşa hücum gücünə sahib ola bilər və buna görə müdafiə çox önəmlidir. Britaniya artıq sadəcə NATO-nun üzvü deyil, həm də öz oyun planını quran, tək başına qərar verə bilən və lazım gələrsə Ukraynaya böyük miqdarda maliyyə və hərbi yardım göstərə bilən bir gücdür. London hakimiyyəti bilir ki, Ukraynada gedən müharibənin nəticəsi yalnız Şərqi Avropanı deyil, bütün Avropanın gələcəyini müəyyən edəcək. Bu gələcəkdə Britaniya isə sadəcə müşahidəçi deyil, baş rol oyuncusu olmaq istəyir. Bəs London hansı addımları atır və hansı silahları əldə edir? Gəlin ətraflı baxaq. Britaniya-Ukrayna müharibəsi və Amerika Birləşmiş Ştatların Avropanı tam dəstəkləməməsi riski ilə qarşılaşdıqdan sonra sadəcə sözlərlə kifayətlənmədi. Hərbi investisiyalarını sürətlə artırdı. Ən zəif sahəsi hesab olunan hava qüvvələrini F-35 qırıcı təyyarələri ilə gücləndirdi. NATO zirvəsində sifariş verdiyi 12 ədəd F-35A təyyarəsi Rus radarları üçün görünməzlik xüsusiyyətinə malikdir. Bu təyyarələr manevr qabiliyyəti, ağıllı döyüş sursatı daşıma və real vaxtda məlumat mübadiləsi kimi xüsusiyyətləri ilə rəqib üçün böyük təhlükədir. Həmçinin bu modellər nüvə yükü daşıma qabiliyyətinə də sahibdir. Britaniya 1998-ci ildə dayandırdığı hava əsaslı nüvə gücünü yenidən aktivləşdirir və bu təyyarələr Birləşmiş Ştatların B-61-12 nüvə bombaları ilə təchiz olunacaq. Bu addım Londonun NATO daxilində yayındırma gücünü artırmaq istəyinin göstəricisidir. Ümumilikdə bu 12 təyyarə
təyyarə Britaniyanın 138 ədəd F-35 alma planının bir hissəsidir və həm Sakit Okean, həm də Arktika bölgələrində istifadə oluna biləcək çevikliyə malikdir. Britaniya F-35-lərlə həm öz hava bazalarından, həm də Queen Elizabeth təyyarə daşıyan gəmisindən havaya hücumlar edə bilər. Bu isə uzun məsafəli hücum və müdafiə imkanlarının artması deməkdir. Quru qoşunlarında da ciddi modernləşdirmə gedir. Challenger 3 tankları 2040-cı ilə qədər İngilis ordusunun bel sütunu olacaq. Bu tanklar yüksək səviyyəli aktiv qoruma sistemləri, qabaqcıl sensorlar və gücləndirilmiş döyüş sursatları ilə təchiz edilir. Onlar Ukraynadakı Rus tanklarının zəif tərəflərini analiz edərək hazırlanıb və bu təcrübə Britaniyanın müdafiəsini gücləndirmək üçün istifadə olunur. Topçu silahları da yenilənir. Əvvəlki 80 kilometrə qədər atış gücünə malik El-119 obis sistemlərinin yerini daha uzun mənzilli və inkişaf etmiş top sistemi alacaq. Bu sistemlər xüsusilə Şərqi Avropadakı mümkün döyüşlər üçün nəzərdə tutulub. Uzun mənzilli raketlərdə isə Storm Shadow raketləri Britaniyanın ən önəmli silahlarından biridir və Ukraynaya da göndərilmişdi. Daha da irəliyə getmək üçün Fransa ilə birgə hazırlanmış proqramları ilə uzun mənzilli və supersonik raketlərin inkişafı da planlaşdırılır. Bu silahlar həm sualtı, həm də səth hədəflərinə qarşı istifadə ediləcək. Britaniyanın vurucu gücünü daha çevik və təsirli edəcək. Lazer silahlı texnologiyalar da sınaqdan keçirilir. Dragonfire adlı lazer silahı sistemi uğurlu testlərdən keçib və 2027-ci ildən həm dəniz, həm də quru qoşunlarına inteqrasiya olunacaq. Bütün bu addımlar Britaniyanın yalnız Rusiya təhdidinə qarşı deyil, həm də Çinin yüksəlişinə qarşı ittifaq və strategiyalar qurduğunu göstərir. Bunun ən mühüm nümunələrindən biri AUKUS ittifaqıdır. Birləşmiş Ştatlar, Avstraliya və Britaniyanın birlikdə yaratdığı təhlükəsizlik əməkdaşlığıdır. Bu ittifaq çərçivəsində Britaniya 2030-cu illərdə yeni nəsil SSN AUKUS sinif nüvə hücum sualtıları istehsal edəcək. Bu sualtılar Birləşmiş Ştatlar texnologiyası və Britaniyanın mühəndislik bacarığını birləşdirəcək. Yüksək qorunmalı uzun mənzilli raket daşıma və inkişaf etmiş sensor sistemləri ilə təchiz olunacaq. Eyni zamanda Dreadnought sinif yeni nüvə sualtıları da hazırlanır. Bunlar Britaniyanın nüvə üçlüyünün ikinci zərbə qabiliyyətini təmin edəcək və Trident raketlərini daşıyacaq. Britaniya həmçinin gələcəyin hava müharibəsi üçün 6-cı nəsil Tempest proqramını da böyük sərmayə qoyur. 2035-ci ildə xidmətə girməsi planlanan bu təyyarələr süni intellektdə pilotlara dəstək verəcək, lazer silahları ilə təchiz ediləcək və pilotsuz uçuş sürətləri ilə birlikdə əməliyyat aparacaq. Bütün bu silahlanma və modernləşmə layihələrinin arxasında böyük bir məqsəd dayanır. Britaniya yalnız müdafiəçiliyi ilə kifayətlənmək istəmir. Lazım gəldikdə inisiativ götürmək və gücünü dünyaya göstərmək istəyir. Polşa, Estoniya, Litva kimi NATO-nun şərq sərhəddi ölkələrinə hərbi personal və sistem göndərməsi də Rusiyanın Kiyevindən kifayətlənməyəcəyi ehtimalına qarşı bir hazırlıqdır. Baltik bölgəsində artan Rusiya hərəkətləri ilə Britaniyanın hər an hazır olmasını tələb edir. Keçmişdə sadəcə müdafiə posturasında olan Britaniya indi çevik addımlar atır. Şərqi Avropa ölkələrində döyüş qüvvələrinin yerləşdirilməsi, kəşfiyyat və monitorinq fəaliyyətlərinin artırılması, habelə müasir müdafiə texnologiyalarının paylaşılması Britaniyanın həm NATO daxilində, həm də qlobal səviyyədə nüfuzunu artırır. Bütün bunlar onu göstərir ki, Britaniya uzun illər boyunca davam edən gizli diplomatiya və tarazlaşdırma siyasəti strategiyasından uzaqlaşıb. İndi o, yeni hərbi siyasi dövrdə aktiv rol oynamaq üçün bütün imkanlarını səfərbər edir. Nəticə olaraq indi hər şeydən əvvəl Britaniya artıq anladı ki, müasir dövrdə güc yalnız kütləvi silahlanmadan deyil, həm də texnoloji üstünlük, çeviklik və beynəlxalq əməkdaşlıqdan keçir. Ona görə də bu sahələrə böyük sərmayə yatırır.